Salam, bugünkünün mətbəxində cimli bulka hazırlayırıq. Bunun üçün yoğurma qabımıza mayamızı, biraz şəkər tozunu və əlavə edib mayamızın aktivləşməsini gözləyirik. Un, şəkər tozu, 2 yumurta, kərəyağımızı əlavə edib, vanil, biraz duz və ilıq südümüzü əlavə edib ələ yapışmayan çox yumuşaq xəmir yoğururuq. 1 saata qədər xəmirimizin tamamilə mayalanmasını gözləyirik. Mayalanmış xəmirimizdən kündələr ayırırıq. Kündələrimizin üstünü təmiz bir bezlə örtüb 10-15 dəqiqə düşməsini gözləyirik. Daha sonra hazırladığımız kündələrimizdən içərisinə cem və ya pavidla qoyduqdan sonra üzərinə yumurta sarısı və küncüt səpib 10-15 dəqiqə listimizdə gözlədib 180 dərəcədə önlayırıq. Bura qədər videomuzu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox dadlıdır. Pambıq kimi yumuşaq bulkaları siz də hazırlayın.